Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq edib. Doğru Xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Oktyabrın 29 axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 30-u gündüzə qədər bəzi yerlərdə havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı bildirilir. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi ehtimalı var. Nazirlik eyni zamanda gözlənilən güclü küləklə bağlı da xəbərdarlıq verib. Doğru Xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Oktyabrın 28-də Bakıda və Abşeronda eyni zamanda bəzi rayonlarda güclü külək əsəcək. Bununla bağlı sarı xəbərdarlıq olunur. Bildirilib ki, Bakıda və Abşeronda eyni zamanda Xızı, Xaçmaz, Qusar, Qobustan və Daşkəsəndə cənub-qərb küləyi əsəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 20 metrə çatacaq. Nazirlik güclü külək və yağıntılarla bağlı əhalini son dərəcə ehtiyatlı olmağa, xüsusən də təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Hər hansı ciddi təhlükə olduqda 112 qaynar xətlə əlaqə saxlaya bilərsiniz.